söz əhlini tanımalısan. Elə söz var ki, buna desən qəbuldur. O sözü buna desən, o anlamayacaq onu. O çətindir. Ona indi deməyəcəksən indi. O desən başqa formada. Elə şey halal var ki, mən bu dedim sizə. Elə halal var ki, sən desən onu ağlı başında olan adama desən, halaldan sui-istifadə etməyən adama desən, eybi yoxdur, olar. Adam var ki, ona sən halal şey desən, ondan sui-istifadə edəcək. Desən ki, olmaz. Sən eləmə. Səhə olmaz. Niyə? Yəni ki, səhə tezdir, məsələn. İndi Allah şu hamınız görmürsünüz də, valideynsiniz, görmürsünüz qohumlarınıza, öz övladlarınıza həmçinin. Elə şey var ki, məsələn, uşaq, evdə qızın var, oğlun var. Müəyyən cəhətlər yaşına görə, dünya görüşünə görə, neyəsə görə bəzən elə şey var ki, ona demirsən. Sözün əhlini tanımaq. O şey var ya, şəriətdə, o qədər müstəhəq. Xumusun müstəhəqqi, zəkatın müstəhəqqi. Yəni, bu pul əslən kimə verməli? Kim layiqdir o pulu alsın? Aparsın sən qışda bazara, şaxtada qarpız, o yayda aparmalısan. Qarpız yaxşıdır, amma sezonu deyil, onun vaxtı deyil. Elmi əhli olmayana vermə. Elmi əhli ol, adam var ki, burası elm versən, Allah bunun xətasını uzaq eləsin dinindən. Bu adamın elm verirsən, bu daha çox savadlaşsa, bu sabah baş keçəcək. Yəni, savadı var deyə qılıncın o ayının bir anı keçəcək doğrayacaq. Savadı var, qəşəng istifadə edəcək. Bir anı üzrdən belə yaxşı məna deyimi, pis məna deyimi, fərqli hiləsi var, bicliyi var. Yəni, bunun ziyanı var. Elm şərt deyil, bilirsiniz də. Elm üstə əməl. O bir dənə şəkil vardı, karikatura. Böyük bir ərazidir. Ağaclar. Bir nəfər bağbanda əlinə balta. Bir baltalı edib ağacların baxırlar. Hansı məsləhətdirsə heç. Məsləhət olmayan balta atılıb ayra. Allah rəhmət eləsin, Şeyx Qüdrət ağa vardı. Ya Şeyx Məhəmməd Cəllabadda. Və o atabala. Bilməm Hasının sözüdür. Deyəsən Şeyx Qüdrət ağanın. Dəqiq bilməm, zehnimdən çoxdan oxumuşam bunu. O deyir ki, demişəm bu sizə. Tərbiyəsiz uşağa, tərbiyəsizin birinə elm verməli, körpə uşağın əlinə lezva vermək kimidir. Verirsən körpə uşağın əlinə ülgüz, o nə bilir nədir? Özünü doğrayacaq o. Yaxınlaşana hamısını doğrayacaq. Bilmir axı bu. Deyir, tərbiyəsi olmayan adama elm vermə. Əvvəl demişəm, kəmiyə şərt deyil. Bizim dərslərimizdə, mərkəzimizdə, orada qruplarda 100-dən tələbə olsun, yox, keyfiyyət şərtdir. Bu adamlar sabah ortaya çıxacaq, din təbliğ edəcəklər. Bunların davranışı, sözü, baxışı hamısı din deməkdir. Hamısı çıxır din adına. O qədər din bazar olmalı deyil ki, hamı dərs keçsin, hamı təbliğ eləsin, hamı veriliş açsın. Yox. Bəziləri başı üçün deyil. Çünki başqa niyyətlər var. Elmi də azdır. Taktikada bilmir. Hansı metodlar aparmalıdır. İdarə etməni bilmir. Düşün ki, mən namaz oruç tuturam, namazın orucun var və ərbəndə olmuşam. Bilirsiniz, o dəqiqə bulatdır o. Ərbəndə olmasan, olamısan da yox, sən bacarmazsın. Ərbəndə olmasan, əla, yaxşı ışıq. Nə demək ki bu? Ərbəndə olmasansa, yallah, filan şey elə deyil. Bacarmır. İnsanı necir onun, insanın səviyyəsi, şəxsiyyəti. Mümkün savadlı da olsun. İnsanlığı necir o adamın şəxsiyyəti. Ona bir şey həvalə etmək olar. Ona ümumiyyətlə inanmaq olar, sir saxlaya bilirsən ümumiyyətlə. Yox. Sənə cəmaat sirrin deyəcək. Bu ruhani işində cəmaatın daha çox sənə ehtiyacı bilirsiniz də. Soruşurlar, məsləhətdəki ailə məsələsi, qadın məsələn bir yandan sözünü deyir, kişi bir yandan, oğul bir yandan, ailə məsələsi olur. Həm də ruhani bir psixoloqdur. Ayəsimdir, hədəsimdir. Hələ ən güclü psixoloq dindarlardır. Nəinki o bəzi psixoloqun özünə ehtiyacı olan bəzi psixoloq. Onlara mən psixoloq açıq demirəm. Çünki onların özünə psixoloq lazımdır. Və gəlib onlar dil uzatsınlar dinə, o heç. Onların niyyəti başqadır. Ortaya çıxmaq üçün. Baxsan səhifələrinə, məsələn, psixoloqdur da deyək. TikTokuna, Instagramına bir dəyərli bir çıxış eləsin, qəşəng mənfəətli çıxışlar eləsin, bir savadlı. Baxsan ki, paylaşımın 90% şəkilləridir, öz şəkilləridir, qoyub paylaşıb. Filan yerdə belə durub, elə durub. Bu hanı sənin işin, hanı sənin fəaliyyətin? Bu iş deyil. Görsən, cəmaat sahibi söz deyəcəklər, sir deyəcəklər.
Cəmaatın sirri səndə də qəbrə qədər. Bax, bu ən önəmli məsələdir. Mən demişəm sizə, Mürdəşir var, mən haşiyə çıxıram. Ölüyan. Əhkam bilməlidir. Ölüyan. Məsələn, birdən ölüyanda qan gəlir, nə edəcəksən? Kəfən filan şey. Onunla əlavə, onda bir sirr olmalıdır. Hər bir insan bədənində mümkün insan üçün əməliyyatdan, yıxılıb, hər hansı bir cəhətdən müəyyən insan bədənində bir çapıq var. Məsələn, bir yara var da, düzdür? O, axı, meydə yuyub, axı bu, qadın, kişi də, düzdür? Gəlib deməli deyil cəmiyyətdə. Rəhmətli yuyurdu, məsələn, belə, bədənində falan çapıq, ayıbdır. Allah o sizə həvalə eləyib, sirdir. Sən deməli deyirsən onu. Sən etibar olunub bu iş, adi bir meydə yumaqla, dərs keçməyə, təbliğ eləməyə, din. Burada insanların sirri səndə qalmalıdır.